Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Rasulillah. Amma ba'd. Ən birinci özümə və sizə Allahdan qorxmağı tövsiyə edirəm. Həqiqətən də bu Allah Taala'nın bizə tövsiyəsi, əmri, Rasulullah sallallahu əleyhi və səlləm tövsiyəsi və sələflərin bir-birinə olan tövsiyəsidir. Həqiqətən də təqva insanı Allaha yaxınlaşdırır və insanı haramlardan uzaqlaşdırır. Gözəl bir mömin, gözəl bir insan olmağı insandan irəli aparır. Və sonra sevgili qardaşlar, biz həmişə danışdığımız şey insanın qəlbinin təmiz olması, qəlbinin içərisində təmiz olmasıdır. Və insanın nəfsi təmiz olmalıdır. Düzdür, bəzi insanlar da fikir verirsiniz ki, mənim ürəyim tərtəmizdir. Yəni, onun deməklə deyil, insanın deməklə deyil. İnsanın qəlbi içində olan, sinəsinin altında olan o ürəyi təmiz olması, onun zahiri əməllərində üzə çıxmalıdır. Və buna dalil, Rasulullah sallallahu aleyhi və səlləmin hədisi şərifidir, onu hamınız bilirsiniz. Rasulullah sallallahu aleyhi və səlləm buyurdu ki, həqiqətən də insanın bədənində bir üzv var ki, o xəstə olarsa, bütün bədən, cisim xəstə olar. Və o sağlam olarsa, bütün cisim, bədən sağlam olar və diqqət edin. O nədir dedi? Dedi, o qəlbdir. Və Allah Teala Quranda da buyurur ki, Allah Teala gözləri kör etmir. Allah insanın sinəsinin altındakı qəlbi kör edir. Yəni, qəlbin islah olması, insanın Allahdan qorxmasına, doğru, dürüst olmasına və xeyirli birisi olmasına yol açır, rahatlaşdırır. Ona görə də insan nə qədər çalışsa da, amma görürsən, niyyəti, adi məsələn, insan ibadət eləyir, oruç tutur, amma niyyətində düz olmasa, artıq ona nədir? Qəbul deyil. Yəni, niyyəti Allah üçün olmalıdır. Allah üçün, ixlaslı olmalıdır. Və hətta məsələn, insanların görməsi üçün eləyirsə, artıq nədir? Şirk qoşmuş olur Allaha. Yəni, Allaha əməlləri qəbul edən Allahdır. Və ona görə də insanın qəlbi təmiz olmalıdır birinci. Amma onun üzərində daha çox çalışmaq lazımdır. Və bilirsiniz ki, bəzən indi deyirlər ki, ağıl qəlbdədir, yoxsa beyindədir. Əlbəttə ki, ağıl qəlbdədir. Beynin də rolu var, söz yox. Bunlar bir yerdədirlər, müştərəkdir. Amma insanın ağlı qəlbindədir, duyğusu qəlbindədir. Qəlb insanı idarə eləyən, insanın niyyəti qəlbində olur. Yəni, beynin də rolu var, amma əsas nədir? Qəlbdədir. Və əminlər çoxsu bunu deyir. Və bu mübahisə mövzusu deyil. Və bayaqki ayəti də dedik ki, Allah Teala deyir ki, Allah gözləri kör eləmir. İnsan sinənin altındakı qəlbi kör eləyir. Yəni, insan Allahdan uzaqlaşan da Allah Subhanahu Teala qəlbi bağlayır. Amma insan ağlı var, istəyir. Amma duya bilmir. Allah Subhanahu Teala ondan o xeyri alır. Və necə ki, Allah Subhanahu Teala dünyanı istədiyinə də verir, istəmədiyinə də verir. Amma imanı istədiyinə verir. Və görürsən ki, iman da haradadır? Qəlbdədir insan. İnsanın imanı, yəni Allaha bağlı, bütün əməlliyi qəlbdədir. Və ona görə də insan qəlbinin islah olmasına daha çox çalışmalıdır. Və insanın qəlbi nə qədər islah olarsa, o qədər Allaha yaxınlaşar, o qədər doğru, dürüst olar, ibadətləri düz olar və hər bir şey yolunda gedər. Yox, əgərləri qəlbi salamat olmazsa, onda bütün əməlləri zay olar, niyyəti düz olmaz, əməlləri zaya çıxar və görürsən ki, insan doğru yola vara bilmir. Baxmayaraq ki, çoxlu oxuyur, çox şey bilir, amma əqidə də insanın qəlbində olur, qəlbinin içindən başlayır. Və əlbəttə ki, qəlbi ibadətlər var, batini ibadətlər var, daxili və xarici ibadətlər var, zahiri ibadətlər, zahiri əməllər var. Və ona görə də qəlbin islah olması mütləq şəkildə lazımdır. Və məsələn, bu günləri görürsünüz ki, müsəlmanlar nə tərdir? Müsəlmanlar çoxdur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem nəyə görə dedi ki, o gün siz çox olacaqsınız, suyun üzərindəki köpüklər kimi.
olacaqsınız. Yəni, çox olacaqsınız suyun üzərindəki köpük kimi. Yəni ki, çox zəif köpük görmürsünüz, suyun üzərindəki köpük. Toxunan kimi partlayır, yəni, həmən yox olur, gedir, zəifdir. Yəni, zəif olacaqsınız. Müsəlmanların zəif düşməsi də imanlarının zəif olması, Allaha bağlamaların zəif olması, məsələn, əməllərdə zəif olması. Artıq insanlarda hətta görürsən ki, şübhələr çox yayılır, azmalar çox səbəb olur. Və ona görə də yəni, insanın qəlbi yəni, böyük rol olmur həyatda, insanın yaşayışında, insanın ibadətlərində. Və ona görə də Allah Teala Quranda buyurur ki, həqiqətən də nəfs pis şeyləri insana əmr edir. Nəfs heç vaxt yaxşı şeyləri insana əmr eləmir. Ona görə də, məsələn, insan birinci hansısa bir əməli etmək üçün günah əməli iştaha gəldir ona. Birinci nədir? Nəfsində fikirləşir. Sonra ağlına gəlir. Başlayır o şeylər haqqında fikirləşməyə. Sonra nə edir? Başlayır onu daldı getməyə. Əgər getməsə, nədir? Tərk edir. Yəni, o nəfsinə qulaq atmır. Nəfsinin ona etdiyi pis şeyi dalıca getmir. Yəni, fikirləşir və ona əməl etmək istəyən var, uzaqlaşır ondan, bilir ki, nədir? Haramdır. Və ona görə də, nədir? İnsana nəfs heç vaxt yaxşı şey əmr edəmir. Çalışır ki, insana yəni, pis şeyləri əmr eləsin, ən əsasən. Və ona görə də nəfsə qulaq atsan, nəfsin çox şeylər istəyir, hər şey istəyir. Və elə şeylər var ki, Allah Teala imtahan üçün yaratır. Yaratıbsa o demək deyir ki, sən ondan mütləq istifadə eləməlisən və yaxud da eləməlisən. Onların yaradılmasında bir hikmət var və onların yaradılmasında bir imtahan var və onların yaradılmasında bir səbəb var. Və ona görə də sən də yəni, o elə bilmək ki, nə yaranıbsa, sən onu mütləq eləməlisən, çünki sənin içindir, sən onu eləməlisən. Yox. Allah Subhanahu taala sənə ağıl verib, Allah Teala sənə seçim verib, Allah Teala sənə dəlil göndərib, Allah Teala sənə yol göstərib. İnsani şeylər var, heyvani şeylər var. Yəni, bunlar ayrı-ayrı məsələlərdir. Onları qarışdırma olmaz. Və sən, məsələn, insanda abur-həya başa düşmür, heyvanda. Heyvan başa düşmür, amma insan elə deyil, insan abur-həyanı başa düşməlidir, doğru dürüstlüyü başa düşməlidir və s. Və təkəbbür də insanın qəlbindən, yəni, nəfsindən irəli gəlir və içərdə onu boğur və başlayır onu sıxmağa, təkəbbürlü edir. Və ona görə də təsəvvür edin ki, iblislə Adəm əleyhissalama baxın Quran-ı Kərimdə və Allah Subhanahu taala Adəm əleyhissalamı yaradanda nə elədi? Dedi, səcdə edin ona və hamısı səcdə elədi, təkcə iblisdən başqa. İblis dedi ki, ənə xayrun minhu, mən ondan xeyirliyəm. Özün xeyirli saydı, iştihad elədi, təkəbbürlü elədi. Və Allah Subhanahu taala nə elədi? Onu rəhmətindən uzaqlaşdırdı və onun zürriyyətini. Və həmçinin Adəm əleyhissalam nə elədi? Etiraf etdi. Hansı ki, günah etdi və onu etiraf etdi. Təkəbbürlü eləmədi. Mən düz eləmişəm. Və yaxud da ki, Rabbənə zalamna anfusana. Ey Rəbbimiz, biz öz nəfsimizə zülm etmişik. Zövcəsinə. Və Allah Teala'dan bağışlanmaq istədi. Allah Teala da onu bağışladı. Və ona görə də deyirlər ki, kim təkəbbürlü eləsə iblisə oxşuyur, iblisin yolunu gedir. Kim təvazökarlıq edib, tövbə edib, haqqa qayıdarsa, atası Adəm əleyhissalama oxşuyur. Ona görə də nəfsində nə etməlisən? Təkəbbürlü etməməlisən və təkəbbürlüyə yer olmamalıdır. Nəfsin yəni, səni idarə etməsinə icazə verməməlisən. Bir ki, onların da nəfsin də yaranmasında bir hikmət var. Allah Subhanahu taala sənə o nəfsində xeyr istəmək və orada məsələn, sən nəsə istəməsən düz gəlməz. Səndə orada məsələn, qəzəb də var, orada şəhvət də var, orada istək, arzular da var və s. Amma onları həddi keçmək olmaz. Və sən artıq yəni, insanı yerdə dayanmalısan, xəttə dayanmalısan. O demək deyil ki, şəhvət var, harada gəldi, nə tər gəldi, kimdən gəldi, yəni bundan istifadə edirsən. Yox, sən sənin üçün nədir? Halal yollar qoyubdur Allah, halal yol qoyub. Və yaxud da məsələn, qəzəbdir. Bəli, sən qəzəblənməlisən, düşmənlə vuruşanda səndə qəzəb olmasa, sən vuruşa bilməzsən. Amma yerində, hər kimə gəldi, nə tər gəldi, qəzəblənmək olmaz. Gəlir öz qəzəbi, haradasa saxlaya da bilərsən. Yeri gələndə ondan istifadə edir, yeri gələndə saxlaya bilərsən. İstər insan, nə tər ki, İmam Şafi rəhmətullahi aleyhi öz divanında deyir, bir nəfs deyir, rəğbətlidir. Onun başına bıraxsan, hələ istəyəcəkdir. Onu ta ona hədd qoyana kimi.
Çünki nəfs doymur, nəfs hələ istəyir. Resulullah sallallahu aleyhi ve sellem nə deyir? İnsan oğullarının bir vaadi qızılı olsa, yəni gözü doyan deyil, birini də istəyəcəkdir. Nəyə görə? Çünki istəyir, nəfsi doymur. Heç ona ehtiyac da yoxdur. Ölür gedir, ona xərcləyə bilir, nə istifadə edə bilir. Amma yenə də istəyir. Onun gözünün yanında ancaq nədir? Torpaq ötər. Torpaq, yəni bəzən də görürsən ki, ölünün gözünə torpaq tökürlər ki, gözü doysun. Artıq öləndən sonra yəni ona heç nə lazım deyil. Sadəcə yəni o torpaq o mənada ki, yəni ki, öləndən sonra ondakı o istəklər hamısı nədir? Durur, dayanır. Yəni ölüb basdırılandan sonra, üzərində torpaq töküləndən sonra. O mənada gedir. Düzdür, məsələn, bizim adət ənənələrimiz var. Əslində qalsa, onlar hamısı dinimizdədir. Bax, sonra görərsən ki, dinimizdədir. Yəni, onlar oradan götürülüb. Sadəcə soralar, özünüz bilirsiniz ki, qırmızıların dövrü, komünizmin dövrü. Onların dövründə nə qədər şeylər dəyişilib, dinimiz alını bəlməsən və onlara dəyişikliyi, təhriflər olub. İndi şükür Allaha yavaş-yavaş öz dinimiz ölümüzə qayıtır. Böyük nemətdir, həm də. Və Allah Subhanahu taala yəni bizi salihlərdən eləsin. Yəni həmişə çalışın. Baxın, məsələn, indi hansı dövrə gəlib çıxmışıq. Çünki bizi o vaxtki qəlblər, baxmayaraq ki, qırmızıların dövründə yaşayırlarsa, amma onların qəlbləri müsəlmanların qəlbləri idi. Baxmayaraq ki, əməlləri yox idisə də, qoymurdularsa da, onları məsələn, qorxu altında saxlamışlarsa, amma içərilərində hamısı var idi. Amma indi görürsən ki, İslamın düşmənlərinin, müsəlmanların düşmənlərinin təbliğatıdır. Ancaq nədir? Maddiyyət. Qəlblərə maddiyyət olur. Ailə də maddiyyət üzərində qılır, dostluq maddiyyət üzərində, hər bir şey maddiyyət üzərindədir. Yəni qəlb artıq daşa dönür. Quranda Allah Subhanahu taala buyurur, onların deyir, qəlbləri daşa döndü. Bəzi daşlar var ki, onlardan nədir? Bulaqlar qaynayıb çıxır. Bəzi daşlar var ki, onlardan çaylar axır. Bəzi daşlar var ki, Allahın qorxusundan parça-parça olur. İnsanın qəlbi daşa dönəndə nədir? Artıq ona heç nə təsir eləmir. Ona görə də yəni bütün bunların hamısı görürsən ki, məsələn, qabaq nədir? Adamın babal olub, ancaq valideyni onun üzərində nəsə bir söz deyəndə iki eləmirdi səlməsin. Amma indi yəni valideyn deyir, kimdir ki valideyn? Valideyn heç nə. Hətta valideynin borcu çıxardır ki, mənə bu dünyaya niyə gətirmişsin? Halbuki o canlı bir insan və öldükdən sonra dirilib əbədi bir həyatda yaşayan bir insan olacaq və buna görə valideynlərinə, yəni onlara təşəkkür etməlidir, onların dəyərləndirməlidir ki, onlar səbəb olurlar sənin kimi bir insanın dünyaya gəlməsinə. Amma görürsən ki, sıxıntılara düşəndə valideynin buna edir. Olmaz. Olmaz. Bu dünya nədir? Əlbəttə ki, sıxıntılar dünyasıdır və Allah Subhanahu taala imtihana çəkir insanları. Ona görə də inşallah biz də çalışmalıyıq ki, qəlblərimiz islah olsun və qəlblərimiz doğru, düzgün olsun, dürüst olsun, yaxşı olsun. Əgər qəlb düzgün olmasa, nədir? Çətin məsələdir. Sən, yəni hətta sən dediyin kimi ibadətlərin nədir? Qəbul olmaya bilər. Deyərlər, sənin qəlbində riya varsa, qəlbində ixlas yoxdursa, artıq nədir? Sən nədir? Məhv olmuşsan deməli. Və ona görə də Ömər radiyallahu anhunun bir sözü vardır. Məkarimal əxlaq libn Əbid Dünyan kitabında deyir ki, bir nəfərin deyir, hansı hönkür sizi aldatmasın, təəccübləndirməsin. Siz onun neyinə baxın deyir, əmanətə baxın, yerinə yetirirmi? Əmanətə xəyanət eləmir. Və insanların namusun, irzin qoruyub saxlayırmı? Yəni ki, onlara məsələn, evlərini açmır, onların məsələn, namusun qoruyub saxlayır tam, yəni əmanətə. Bəziləri də deyərlər ki, ona bazarda baxın. Yəni, dinar dirhəm məsələsində, əlinə pul keçəndə, baxın, görən o nətərdir, özü təkəbbürlü olur, nətər olur, və yaxud da bazarda düzdürmü əməlləri. Yəni, keçmişimiz ələ idi. Yəni, bunlar elə belə demirlər, onlar hər bir şeyi təcrübədən keçirdiblər. Və ona görə bugün görürsən ki, insan dünyaya gəlib, böyüyüb, min bir əziyyətlə böyüdüblər, valideynlərinə qarşı çıxır, bayaq dediyim kimi. Və yaxud da asi olur Rəbbinə qarşı, və yaxud da heç bir şey vecinə almır, ancaq fikirləşir ki, hər bir şey pula bağlıdır, maddiyyətə bağlıdır. Yəni, qəlbin orada heç bir rolu yoxdur. Yox, əsas odur. Və hamısı da bundan şikayət edir. Dəhşətçi odur ki, hamısı bundan şikayət edir. Dediyim kimi, valideynlər də şikayət edir,
və məsələn evlilər də şikayət edir və məsələn ailədə olan problemlər də ər də şikayət edir, arvad da şikayət edir. Görürsən ki, problemlər gün-gündən çoxalır. Yəni insanlarda qəlblər müsəlman qəlbi olmalıdır, iman əhlinin qəlbi olmalıdır, Allaha bağlı qəlb olmalıdır. Və bunlar hamısı insana doğru düzgün yola aparır və ona görə də hər birimiz çalışmalıyıq ki, nəfsimizin qulu olmayaq, nəfsimiz bizim qulumuz olsun, yəni biz onu idarə edəyik və doğru dürüst olaq hər bir işdə. Allah Teala bizi bağışlasın, Allah bizə rəhm eləsin, bizi haqq yolda sabit eləsin. Allah qohum, əqrəbəmizə, xalqımıza hidayət versin, doğru yola yönətsin. Allah bizə xeyir qapıları açsın. Allah Teala əsgərlərimizi qorusun, hərbiçilərimizi qorusun, ölkəmizin, vətənimizin, əmin-amanlığını qoruyan bəlalarımızı qorusun. Allah ölkə başımızı sağlam etsin, güclü etsin, qüvvətli eləsin, həmişə qalib gəlsin. Bütün görüşlərini uğurlu, güclü etsin, xeyirli etsin, haqqın carisi etsin, haqq üzərində sabit eləsin və Allah Teala bütün müsəlmanlara kömək olsun. Subhanakallahumma bihamdik, nəşhədən la ilahə illə əntə, nəstəğfiruka və nətubu ileyk.